Dostlar salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn ədədi tapın. Baxırıq ki, bizə 4 sətir və 4 sütundan ibarət cədvəl verilir. Və cədvəlimiz vurma cədvəlini xatırladır. ABC, ABC və onların toplanmasından A plus A-nın toplanmasında yoxdur. A plus C-nin toplanması 28, B plus A-nın toplanması 20, yəni 20 B ilə A-nın kəsişdiyi yerdə yerləşir və onların cəminə bərabərdir. 32 də C ilə B-nin. Və biz də bu verilmişdən istifadə edib A plus B plus C bərabərdir neçə olduğunu tapmağa çalışacaq. İlk öncə bizə verilmişləri yazaq. A plus C bərabər 28. A plus C bərabərdir 28. Sonra B plus A bərabər 20. B plus A bərabər 20. Sonra C plus B bərabər 32. C plus B bərabərdir 32. Biz 3 tənli aldıq. Və bizdən A plus B plus C-nin neçə bərabər olduğunu soruşur. Və diqqətlə fikir versək, burada 2A, 2C və 2B var. Biz toplayıb tənliyimizin, 3 tənliyimizin sol tərəfindəki dəyişənləri 1 toplayıb, sağ tərəfindəki ədədləri də 1 toplasaq, onlar yenə bərabər olacaq. Və 2A, 2B, 2C olacaq. Onu da 2-yə bölsək, biz A plus B plus C-ni tapmış olarıq. Ona görə biz tənliyimizin sol tərəflərini 1, sağ tərəflərini isə 1 toplayaq. A plus C, birinci tənliyimizin sol tərəfi, plus B plus A. Plus B plus A, ikinci tənliyimizin sol tərəfi, plus C plus B. Bərabərdir, tənliyimizin sol tərəfləri bərabərdir, sağ tərəfi 28 plus 20 plus 32. Aldıq ki, A plus C plus B plus A plus C plus B-nin 28 plus 20 plus 32-yə bərabər olduğunu yazdıq. Burada 2A var, yazırıq 2A plus, 2B var, plus 2B plus 2 dənə də C var. Plus 2C bərabərdir, 28-in üzərinə 20 gələndə 48, üzərinə də 32 gələndə 80 edir. Deməli, biz tapdıq ki, 2A plus 2B plus 2C bərabərdir 80. Və burada 2-ni mötərizə qarşısına çıxarsaq, deməli, 2A-nı 2-yə böləndə A plus 2B-ni 2-yə böləndə B plus 2C-ni 2-yə böləndə C bərabərdir 80. Və buradan da A plus B plus C bərabərdir. Vuruq hasil. A plus B plus C vuruğunu tapmaq üçün hasili məlum vuruğa böləcək. 80-i də 2-yə böləndə 40. Deməli, biz tapdıq ki, A plus B plus C bərabərdir 40-a. Və 40 da bizim D variantına uyğun gəlir. Dostlar, testlə bağlı hansı suallarınız olarsa, yorumlarda yazın, tezcə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.